Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şahqayada Zəfər adlı kubik karyer sahibi ekologiyaya qənim kəsilib. Belə ki, adı çəkilən bu şəxs rəsmən ekologiyaya qənim kəsilib. İşlətdiyi kubik karyeri havanı çirkləndirir, dağıntılara məruz qalaraq ekologiyaya, ətrafa ciddi ziyan vurur. Çox maraqlıdır. Ekologiyanın çiçəklənməsi yolunda daim islahatlar keçirən bir ölkənin ekologiyası bugün bu vəziyyətdə olmamalıdır. Zəfər adlı şəxs kimə və nəyə arxayın olaraq bugün bu addımı atır? Ekologiyanın çiçəklənməsi yolunda zərrə xeyri dəyməyən insanlar bugün onun məhv olması yolunda əlindən gələni əsirgəmirlər. Zəfər adlı şəxs də məhz bu cür insanlardandır. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara və bütün güc strukturlarına. Ekologiyaya qənim kəsilən hər bir şəxs gördüyü iş ciddi sürətdə araşdırılmalı və barələrində lazımi tədbirlər görülməlidir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.